Aura təmizlənməsi və gücləndirilməsi çalışmasına niyyətlə başlayaq. Yaradanın və yüksək mənliyimin izni ilə mənim və bütünün ən uca və ən ali xeyrinə olacaq şəkildə edəcəyim bu çalışma ilə bədənimin, auramın tamamilə bütün negativlərdən təmizlənməsinə, şəfalanmasına, arınmasına, dəngəyə gəlməsinə niyyət edirəm. Bu çalışmanı İstərseniz ayaq üstə, istəsəniz uzanıqlı şəkildə, istəsəniz oturaq bir vəziyyətdə edə bilərsiniz. İlk öncə gözlərimizi yumuruq, dilimizi üst damağa birləşdiririk və olduğumuz yerin bütün hər tərəfin yamyaşıl, şəfa işığı ilə dolu olduğunu görürük. Və nəfəsimizlə bu işığı qarnımızda doldururuq. Alın nəfəsi burnunuzla, doldurun qarnınıza. Çəkin, çəkin, çəkin nəfəsi doldurun qarnınıza və orada tutun, saxlayın. Mən sayıram. 1, 2, 3, 4. Nəfəsi sanki bir şam üflərmiş kimi yavaş-yavaş verin. Verdikcə sanki bədəninizdən bir qara duman, tüstü çıxdığını görün. Tam nəfəsi aldığınızın 2 qatı qədər verin. Son damlasına qədər nəfəsi verin. Yenidən təkrar. Bədəninizə bir nəzər salın. Bədəninizin hansı hissəsində ağırlıq, bir narahat edici duyğu, ağrı hiss edirsinizsə, bu yamyaşıl şəfa işığını eyni zamanda o hissələrə də alın, doldurun. Alırıq nəfəs, dil damaqda, nəfəsi dərin-dərin alırıq. Ağırlıq hiss etdiyimiz bölgələri yamyaşıl işıqla doldururuq və tuturuq, nəfəsi saxlayırıq. 1, 2, 3, 4. Nəfəsi yavaş-yavaş veririk. Verdikdə, təkrar deyirəm, sanki qara bir negativ bir enerjinin ağzınızdan çıxdığını görün və ya hiss edin. Son damlasına qədər nəfəsi verin. Aldığınızın 2 qatı qədər nəfəs verin. 3-cü dəfə bir turda gedirik. Təkrar. Dil damaqda nəfəsi alırıq. Bizi narahat edən bölgələrə nəfəsi doldururuq. Yamyaşıl şəfa işığını bədənimizə doldururuq. Doldurduğumuz yerdə enerjini saxlayırıq və orada hərəkət etdiyini, o hissələri təmizlədiyini, arındırdığını hiss edirik. Tutun nəfəsi. 1, 2, 3, 4. Yavaş-yavaş nəfəsi verin. Aldığımız nəfəsin 2 qatı qədər nəfəsi verin. Son damlasına qədər nəfəsi verin. İndi isə göydən boru şəklində ağ bir işığın təpə nöqtənizdən bədəninizə daxil olduğunu, axdığını görün, hiss edin. Mənimlə bərabər təkrar edin. Həmən indi, bu anadək, nəslimdən, ata-anamdan, tanıdığım, tanımadığım şəxslərdən, hər hansı bir hadisədən, görüntüdən, bilərək, bilməyərək, fərqində olaraq, olmayaraq, mənə kodlanan, mənə ötürülən, zehnimdə, şuurumda, şuur altımda, enerji bədənlərimdə, auramda, çakralarımda, hüceyrələrimdə, DNT-mdə olan, mənə zərər verən, həyatın mənə verdiyi bütün möhtəşəm hədiyyələri sevgi ilə alıb qəbul etməmi əngəlləyən, blok edən, mənə xidmət etməyən, bütün negativ kodlarımın, düşüncələrimin, duyğularımın, hisslərimin, davranışlarımın, alışqanlıqlarımın, qorxularımın, əndişələrimin, inanclarımın, müqavilələrimin və münasibətlərimin, baxış bucaqlarımın tamamilə təmizlənməsinə, arınmasına, şəfalanıb, dəyişib, dönüşüb, dəngəyə gəlməsinə, saf sevgiyə və işığa dönüşməsinə niyyət edirəm. Seçimlərim və niyyətlərim həmən indi, bu andan etibarən bütünün və mənim ən yüksək və ən uca xeyrimə olmağa başladı. Şükürlər olsun, təşəkkür edirəm. İndi isə Yaradanın bu saf, şəfa dolu, ağ işığının başımızın ön hissəsindən dolaraq
alnımıza tərəf axdığını, burnumuza dolduğunu, üzümüzü yuduğunu, sinəmizə, mədəmizə qədər, qarnımıza qədər axdığını, qollarımızın ön tərəfinə dolduğunu, ayaqlarımızın ön hissəsinə qədər dolduğunu, dizlərimizdən axıb, ayaq barmaqlarımızdan getdiyini görün. Bu enerjini hiss edin, bu axışı hiss edin. Bərabərində nəfəsdə alın, verin. Dərin-dərin nəfəs alın, verin, bu axışı hiss edin. Bədənimizin ön hissəsi ağappaq yaradanın şəfa işığı ilə dolur, bütün negativlər arınır, təmizlənir. Bədənimiz, ruhumuz, zehnimiz şəfalanır. İndi isə bu ağ işığın bədənimizin arxa tərəfindən axdığını görəcəyik. Bu ağ işıq başımızın arxasından axaraq boynumuza dolur. Bu ağ işığın çiyinlərimizdən, kürəyimizdən, belimizdən, çanağımızdan, ayaqlarımızın arxa tərəfindən axaraq dabanımıza qədər getdiyini, qollarımızın arxa tərəfini doldurduğunu, axdığını, torpağa qarışdığını görün, bilin, hiss edin. Dərin-dərin nəfəs alın, verin və bütün bədəninizin ağappaq şəfa işığı ilə arındığını hiss edin. İndi isə bu ağ işığın sağ tərəfinizdən axdığını görürük. Bədənimizin, başımızın sağ tərəfindən bu ağ işığın dolduğunu, üzümüzdən boynumuza keçdiyini, çiyinlərimizdən axaraq qollarımıza, sinəmizə, belimizə, çanağımıza, budumuza, dizimizə və beləcə ayaqlarımızdan axaraq torpağa qarışdığını görün, bilin, hiss edin, bu axışı hiss edin, dərin-dərin nəfəs alın. İndi isə bu işığın bədənimizin sol hissəsindən axdığını görürük. Başımızın sol hissəsi ağ işıqla dolur. Ağ işıq boynumuza, çiyinlərimizə, qollarımıza, sinəmizə, belimizə, çanağımıza, budlarımıza, dizlərimizə, ayaqlarımıza dolur, bizi arındırır, təmizləyir, şəfalandırır və torpağa axaraq gedir. Bu enerjini hiss edin, bu axışı hiss edin. Ağappaq yaradanın şəfa işığı ilə bütün bədənimiz doldu. Bu enerji bədənimizi arındırır, təmizləyir, şəfalandırır. Nəfəs alın, verin, dərin-dərin nəfəs alın, verin. Alın, verin. İndi isə bu işığın bütün bədəninizin hər yönündən 1 metr məsafədə irəliyə doğru genişlədiyini görün. Özünüzü bir yumurtanın içindəymiş kimi hiss edin. Bu sərhəd, bu qalxan o qədər möhkəmdir ki, bu möhkəmliyi hiss edin və mənimlə bərabər təkrar edin. Mən, öz adınızı qeyd edin orada, yaradanın nuruyam, işığıyam. Onun işığından bir parçayam. Mən özümü sevirəm, özümü olduğum kimi qəbul edirəm və dərindən bağışlayıram. Sağlam bir bədəndə olmağı seçirəm. Huzurlu bir yaşamda olmağı seçirəm. Həyatın bütün gözəlliklərini yaşamağı seçirəm. Mən bunu haqq edirəm. Mən buna layiqəm. Mən Yaradan tərəfindən qorunuram və dəstəklənirəm. Mən dəyərliyəm. Mən yetərliyəm. Olan hər şey mənim xeyrimədir. Şansı özümə çəkirəm. Bütün niyyətlərim və qəlbdən dilədiyim hər şey gerçək olur. Həyatım bolluq və bərəkətlə doludur. Sonsuza dək davam edəcək möhtəşəm dostluqlara sahibəm. Çox yüksək, gözəl və çəkici bir auram var. İnsanlar tərəfindən sevilir və bəyənilirəm. Yaradan məni hər daim qoruyur. Bu qoruma qalxanının altına sevdiklərimi də alıram və Yaradan
məni və sevdiklərimi hər daim, hər zaman, hər yerdə güvənli bir şəkildə, sevgi ilə qoruyur. Şükürlər olsun, təşəkkür edirəm. İndi isə bu işığın olduğunuz otağı doldurduğunu görün, genişlədiyini, otağınızdan dolub, daşıb artıq eviniz qədər genişlədiyini görün. Bu enerjinin məhləniz qədər genişlədiyini görün. Bu enerjinin şəhəriniz qədər genişlədiyini görün. Bu enerjinin ölkəniz qədər genişlədiyini görün. Və yavaş-yavaş genişləyib bütün dünyanı Yaradanın saf sevgi dolu işığı ilə büründüyünü görün, bilin, hiss edin. Dərin-dərin nəfəs alın. Hazır olduqda gözlərinizi aça bilərsiniz. Şəfa olsun.